Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimusselam ve la'netud daim ala a'daihim ecmain minel an ila kıyavmi yevmiddin. Sonuncu Peyğəmbər, sonuncu Rəsul Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin peyğəmbərliyi milad tarixi ilə 610-cu ilə təsadüf edir. Sonuncu Peyğəmbər öz peyğəmbərliyini təxminən 3 il ərzində gizli şəkildə təbliğ etmişdir. Və bu 3 il ərzində peyğəmbərə say hesabı ilə desək bir neçə nəfər iman gətirmişdir. Və nəhayət 3 ildən sonra, yəni 613-cü ildə milad tarixi ilə Allahın istəyi ilə, Allahın iradəsi ilə, Allahın göstərişi ilə peyğəmbər öz peyğəmbərliyini açıq-aşkar elan etməyə başladı. Belə deyək, həmin dəqiqədən, həmin gündən, həmin andan artıq İslamın əleyhinə təbliğatlar başladı. Yəni müşriklər olsun, bütpərəstlər olsun, xristianlar olsun, yəhudilər olsun, yəni qeyri-İslam dinində olanlar artıq İslamın əleyhinə təbliğatlara başladı. Və həmin gündən ta bu günə qədər, bu gündən də ta bundan sonra da bu hadisələr baş verib və baş da verəcək. Yəni tarix boyu biz baxdıqda İslamın aradan getməsi üçün, İslamı zəiflətmək üçün, İslamı insanların gözündən salmaq üçün, İslamı məhv etmək üçün, yəni bu cür təbliğatlar çox olub. Amma nəticədə biz nə görmüşük? Həmin təbliğat edənlərin özləri məhv olub, amma İslam həmişəki kimi ayaq üstə qalıb, möhkəm olub. İslam əleyhinə təbliğat aparanlar adətən iki cür olub. Biri var zahiri cəhətdən təbliğat aparanlar. Zahiri cəhətdən təbliğat aparanlar dediyimiz kimi qeyri-İslam dinində olanlar öz əqidələrini müdafiə etmək üçün, öz əqidələrini yaymaq üçün, İslamı aradan aparmaq üçün İslam əleyhinə təbliğatlar aparırlar. Batini təbliğatlar isə o şəxslər ki, İslam donu altında, İslamın pərdəsi altında gizlənərək İslamın əleyhinə təbliğat aparıblar. Və qarşı tərəfi, yəni həqiqi İslamı qeyri-İslam kimi göstərib, özlərini İslam kimi göstəriblər. Buna nümunə olaraq Peyğəmbərin əziz nəvəsi olan İmam Hüseyn əleyhissalamın Kərbala hadisəsinə baxsaq, bu batini təbliğatı biz görərik. Peyğəmbərin nəvəsi, cənnət cavanlarının ağası olan İmam Hüseyn əleyhissalamı İslam ordusu, belə deyək, İslam xəlifəsi adı altında olan Yezid tərəfindən şəhid edilməsi bu batini təbliğata açıq-aşkar bir nümunədir ki, bu cür hadisələr tarixdə Əhl-i Beytə qarşı edilən zülmlər, təbliğatlar açıq-aşkar göz qabağındadır.